Dövlət məmurları xalqla bir yerdə olmalıdırlar. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də prezident xalqın xidmətçisidir. Xalq etibar edib bizə və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Değerli izleyicilerimiz, bir daha hoş gördük. Bu əhalinin dəvəti ilə gəlmişik. Təbii ki, bizim vətəndaşlar efir qarşısında çıxış eləməyəcə də adət eləməyiblər. Amma xahiş edirlər ki, yəni bizim onların o haqlı narazıçılığın aidiyyəti orqanları olan iş idarəsində çatdırasınız. Baxın, o incil ağaçlarının içindən elektrik naqilləri gəlir. Demək, oradan əgərlərim kimsə meyvə dərmək istəsə, onun həyatı təhlükədədir. Eşsən Malik Hüseynov. Yəni bu sözümüz sizədir də. Siz gəlmişsiniz, nəsə işləmək istəyirsiniz, amma hələ ki işləmirsiniz, özünüzü kadrlara göstərirsiniz, nə bilim, kimə göstərirsiniz, kimi çıxartmaq, kimi qoymaq. Baxın, elektrik bu paylayıcı şit deyirlər də, onun ağzı açıqdır. Belə olar, bir uşaq da buradan bu küçədən gəldi, keçdi və əlin gəldi, uzatdı, vurdu bu toka. Onun həyatı təhlükədədir. Bunu niyə belə qoymuşsunuz? Niyə laqeyd yanaşırsınız işinizə? Malik müəllim, bir adamın müharəsində bir dəfə söz deyilərsə, bir dəfə çəkiliş eləyərsə, oradan nəticə çıxardar. Biraz qızarar üzü, biraz utanar ki, mənim barəmdə efirdə deyilir. Ahali narazıçılıq edir, jurnalist çəkir, efirə verir. Amma sizin nə bilmirəm, utandınız, utanmadınız, mən onu görmürəm. Amma əməlinizdən görürəm ki, heç bir irəliləyiş yoxdur. Dərsəm xoşlayırsınız, sizin barənizdə efirdə çoxlu danışsınlar. Yəni, yatmaz əməlinizdən belə çəkinmirsiniz. Elə başa düşürük ki, bu çəkilişlər sizə yetərincə faktlardır. Bu məsələləri aradan qaldırmaq üçün əlinizdən gələni əsirgəməzsiniz. Və bizim çəkilişlərimiz elə başa düşürəm ki, qərəzli deyil. Bir istəyirik ki, cənab prezidentin etimadın hər bir məmur doğrultsun və vətəndaş olaraq bizim də borcumuzdur. Nəinki jurnalist, bir vətəndaş olaraq borcumuzdur ki, bu iradları sizə deyək. Sağ olun, var olun. Yaqın ki, növbəti çəkilişdə sizin xoş əməllərinizdən çəkib verərik efirə. Sizinlə bərabər oldu. Kanal 8E Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlu. Baxın, dəyərli izləyicilərimiz, hörmətli İşıq İdarəsinin müdiri Malik bəy. Baxın, görün, elektrik naqilləri hansı vəziyyətdədir, ağaca nətəri sarmaşıb. Baxın, görün. Yaqın aydın açıq görsənir. Biraz külək əsən kimi görün ağaca nə qədər elektrik boşlayır və vətəndaşlar deyir ki, yağış gəldi, biraz külək əsdi, biz işıq üzü görmürük. O da bunların nəticəsidir ki, Malik müəllim, siz işinizdə dürüst deyilsiniz və işinizdə, əməlinizdə heç bir irəliləyiş yoxdur. Ona görə də vətəndaşlar bu vəziyyətlə əlaqədar işıqları kəsilir. Amma biraz borcu olan kimi dərhal başlarının üstünə alırsınız. Zəhmət olmasa gəlin, bax bu da işıq dirəyi. Ağacı bağlıdır. Baxın. Zəhmət olmasa. Bir daha deyirik. Aidiyyəti üzrə orqanlar olaraq hər bir kəs öz vəzifəsini yerinə yetirməlidir. O cümlədən də Malik Hüseynov. Yaxşı baxın, bu xətt də hara gedir, levi gedir, nətəri gedir. Bir balaca da buna da diqqət edin ki, gəlib aşağıdan. Və buradadır. Ola bilsin ki, təhlükəlidir əlbəttə. Bax, bir qırıq burada külək olan kimi elə
İşıqlar keçib həftələrlə çağalarımız var, qocalarımız var. İşıq görmür. Şalman deyək ha. Düşüb tualetin üstünə onu gəlib işıq idarəsi onu elə. Onu çəkib, onu çıxardıb aparmır. Yararsızdır, topu yox, bir şey yox. Bu da çürüyüb deyəsən. Bu da çürüyüb. Bu da indi hansı linada o yazğın yetimin evində çürük yandıracaq bilmirəm. Bax elə. Bu Sabir Rızayev nədən ötəri? Deftatsan ki, deftatlığı elədən ha. Yoxsa hamıya yalvar, mən deftat